elədim. Bu sual MİQ 2025-də düşübdü bu il. Yəni olan sualdır. Demək bu sualda sertifikasiyadakı sualla bənzərdir. Burada da yenə son qiymət verilib. Demək dəyişənin ilkin qiyməti soruşulurdu. Sertifikasiyada da sadəcə sertifikasiyada olan sualı yenə qeyd edirəm. Tam yadımda qalmadığına görə bu sualı onun yerinə əlavə elədim. Çünki mahiyyət eynidir. Bu tiplərdən test banklarında da çoxdur. Hələ deyərdim ki, bu bir az daha mürəkkəbdir. Sertifikasiyada bundan da asan bir belə deyim, ifadələr verilmişdir. Sadəcə bu eyni sualda yenə son qiymət verilib, ilkin qiyməti soruşduğuna görə, ona görə də mən bu MİQ 2025 sualını əvəzlədim. İndi baxaq suala. Deyir, algoritm yerinə yetirildikdə D dəyişənin son qiyməti 23 olmuşdu. İmtahanda isə Y idi, səhv etmirəmsə. Orada da soruşuldu ki, X-in dəyişənin başlanğıc qiymətini müəyyən edin. Burada da C dəyişənin başlanğıc qiymətini müəyyən edin soruşur. Müəllimlər, burada 2 dəyişən olanda, adətən bir dəyişən, bir ədəd olanda müəllimlərin elə bir çətinliyi olmur. Amma burada həm D var, həm F olanda biraz çətinlik olur. Çətinlik də deyəndə biraz ola bilər ki, imtahan həyəcanı ilə əlaqəli olaraq. Təbii ki, imtahanda olanda nəzərdə tuturam. Demək müəllimlər, D bərabərdir. Baxırıq ki, 2D çıxılsın F-in nəticəsi nəyə bərabər olub? 23-ə bərabər olub. Bunu qeyd edirəm. Demək 2 vurulsun D, çıxılsın F bərabərdir 23-ə. Müəllimlər, burada nəyə diqqət etmək lazımdır? Əgər biz həqiqətən sualın mahiyyətini başa düşürüksə, hansı dəyişənin hansı olduğunu ayırt edə biliriksə, bu suallar çox asan olur. Nə demək? Yəni, məsəl üçün, mən sual versəm ki, bu D hansı D-dir? Təbii ki, bu D-dir. Düzdürmü müəllimlər? Bu D-də hansı qiymət alıb, gətirib bura qiyməti yazır və onun 2 mislindən F-i çıxıb D-yə yeni qiymət alır. Məsəl üçün, soruşsam ki, bu C hansı C-dir? Bu C-dir, yoxsa bu C-dir? Təbii ki, bu C-dir. Və ya bu C-ni soruşsam, bu C-dir. Düzdürmü? Çünki buradan C-nin ilkin dəyəri var, onun 2 misli, yəni 2 misli deyirəm, üzülürsən, 2 vahid artıraraq, burada 3-ə vurub 5 çıxıb, burada da yenidən həmin dəyərdən F-i cəmləyibdir. Yəni, bunların bu C ilə bu C-ni qarışdırmadıqdan sonra məsələ xeyli sadələşir. İndi bizdə yazılıb 2D çıxılsın F bərabərdir 23. D-nin qiymətini gətirib yerinə yazıram. D-nin qiyməti nəyə bərabərdir? C üstəgəlsin F. 2 vurulsun C üstəgəlsin F çıxılsın F bərabər 23. İfadəmizi sadələşdirək. 2C, buradan 2F-dən 1F çıxanı üstəgəlsin F bərabərdir 23-ə. İndi burada bizdə məsələ nədən ibarətdir? İndi biz bu F-in də qiyməti yerinə yazmalıyıq. F-in qiyməti nəyə bərabərdir? 3C çıxılsın 5. Yazıram 2C üstəgəlsin 3 C demək. Çıxılsın 5 bərabərdir 23-ə. İndi əsas məqama gəldik. Əsas məqam odur ki, burada 2 C-ləri cəmləmək olmaz. Çünki C-nin burada dəyəri bu C-dir. Bax, bu C olduğuna görə C plus 2-ə bərabərdir. Harada C görürəmsə, gətirib yerinə C plus 2-ni yazıram. 2 vurulsun C plus 2, üstə gəlinsin 3 vurulsun C plus 2, çıxılsın 5 bərabərdir 23. Buradan tapsaq 2C üstə gəlsin 4, 3C üstə gəlsin 6, çıxılsın 5 bərabərdir 23. Demək 2C ilə 3C oldu 5C. 15, 10, buradan da 5 çıxanda 5, 5-i də bu tərəfə keçirdik, oldu 18. C də bərabərdir 3,6. Demək, C-nin dəyəri nəyə bərabərdir? 3,6. Bu tip məsələlərdə nəyə diqqət edirik? Həmişə hansı dəyişənin harada istifadə edildiyini mütləq diqqətli yanaşmalıyıq. O zaman işimiz rahat olur. Yoxsa ki, məsəl üçün biz bunu yazsaydıq ki, burada və buradan bir ox çəkirəm. 5C çıxılsın 5 bərabərdir 23. O zaman bizim məsələmiz səhv alınardı. Çünki bu C bərabərdir C plus 2-dir. Buradakı C də C plus 2 olduğuna görə öz dəyərlərini gətirib yerinə yazdım. Sadəcə məsələ bundan ibarətdir və 3,6 almış oldu.